Bu gözəldir ki, siz indi ruhaniyyətdən danışanda ruhani dünyadan bəhs eləməyə başladınız. Ruhaniyyət dünyadır. Ruhaniyet bir dünyadır. Ruhaniyet dünyadan daha böyükdür. Əvvəla ruhaniyet 5 dünyanı əhatə edir. Və biz bunu Kabala hikmətinin bizə öyrətdiyi struktura əsasən belə sayırıq. Bu dünyalar hardadır? Bu ən yuxarı dünya olan Ein Sof dünyasından başlayır. Və onun altında Adam Kadmon, Atsilud, Briya, Yitzira və Asiya dünyaları gəlir. Nəhayət ən aşağı dünya adlanan bu dünyaya çatırıq. Bizim dünyanı nəzərdə tutursunuz? Bəli. Ümumiyyətlə bizim dünya bir dünya sayılmır. Bir saniyə. Gəlin səliqəyə salaq. Adətən insanlar ruhaniyyət haqqında düşünəndə bizim gördüyümüz ölçüdən daha yüksək bir ölçü olduğunu düşünürlər. Bəli. Amma insanlar ruhaniyyətin mənəvi bir insanın nə olduğuna dair müxtəlif izahlar və təriflər verirlər. Mənim sualım budur. Ruhaniyyət doğrudanmı mənim indi qavradığımdan kənardadır? Bəli, bu sənin indi qavradığından kənardadır. Və buna görə də sən onu qavraya bilmirsən. Ruhaniyyət həqiqətən mövcud olan bir şeydir. Bu yeganə, həqiqətən mövcud olan şeydir. Əslində, bizim dünyamız mövcud deyil. İndi hiss etdiyimiz və duyğularımızda canlandırdığımız şeydən başqa ki, mən buna xəyali dünya deyərdim. İndi hiss elədiyim şey. Bəli. İndi qavrayışımın xaricində olan şey isə Bəli. ruhani dünya adlanır. Bəli. Ruhani dünyada nə var? Qüvvələr bizim dünyada olduğu kimi. Baxmayaraq ki, mən qarışdırmaq istəmirəm, amma ruhaniyyət mövcud deyil. Bu da qüvvələrdir. Qüvvələrdən başqa heç nə yoxdur. Hansı qüvvələr var orada? Bizim ürəyimizdə işləyən, hiss etdiyimiz qüvvələr. Bu yalnız hiss edən, aşkar edən insanla bağlıdır. Məsələ budur.